Aha. Əsas feil işlənməz dedik. İndi gəldik əsas feilli olan hissəsinə. Əsas feildə özü də burada əsas feilin özü də iki yerə bölünür əslində. Burada da əsas feilin özü iki yerə bölünür əslində. Qaydalı və qaydasız. Present simple-da bu yox idi. Əsas feil var idi. Go deyirdim, sonra goes deyirdim. Əslində orada da bölünürdü. Orada sadəcə şəxslərə görə bölünürdü present simple-da. Düzdürmü? I, you, we-dən sonra go qoyurdum. He, she, it-dən sonra şeylər gəldi. S, s, es artırırdım. Orada o var idi. Orada o cür şəxslərə görə bölünürdü. Burada isə zamana görə, yəni iki yerə bölünür, işlənməsinə görə. Əsas feil bir qaydalı olaraq əsas feil var, bir də qaydasız əsas feillərimiz var. Qaydalı və qaydasız. Qaydalıya biz deyirik, nə deyirik? Biz bilirik onu. Regular. So regular bir də irregular deyirdim, düzdürmü? Mən bunu Bəli. əlavə edə biləcəyəm mi? Aha. Bir regular var. Bir də nə var? Irregular var, elə deyilmi? Bəli. Bir də irregular var. Şimdi regular dediyim, mən desəm bunları qutularına yazacağım, daha rahat olsun. Regularlarda mənim elədiyim əslində təzə bir şey, yəni ekstradan elədiyim bir şey yoxdur əslində. Regular feillər nədir? Regular qaydalı feillər. Qaydalı əsas, qaydalı feillər. Qaydalı feillərdə mən burada əsas feillərin sonuna nə artırıram mən? Ed. Ed və yaxud da d. Düzdürmü? Artırılır. Play, played. Play, played. Like, liked. Burada d artırılır məsələsi, like-da məsələn axıra e ilə qurtarıb bir dənə də e artırmamaq. Sadəcə d artırılır. Bu aydın oldusa? Bəli. Burada bir problemimiz yox. Gəldik bir də hara? Gəldik bir də qaydasız feillər. Irregular verb. Irregular, qaydasız. Qaydasız feillər. Bu feillər bir list halındadır. Aydın oldu. Yəni bunları əzbərləmək lazımdır. Bu feillər nə edir? Kökündən dəyişir. Komple kökündən dəyişir yazdım. Komple kökündən dəyişir. Yəni mən bunlara ed-dı, falandı, bunları artırmıram. Bunlar komple kök olaraq dəyişirlər. Dəyişir. Bu feillərin özünə aid bir siyahısı var. Mən əzbərə bildiyim üçün məsələn bring bu mən buna ed artırmıram. Mən buna bringed eləmirəm. Bu çünki qaydasızdır. Mən bilirəm ki, bu qaydasızdır. Cədvəli əzbərə bildiyim üçün bilirəm ki, bu qaydasızdır. Bringin keçmiş zamanı olur. Nə olurdu? Yadımdadır heç. Brought. So. Bunlar kök olaraq dəyişir. Yəni nələri var burada? Ekstra ayrıca bir kök olaraq dəyişirlər bunlar, elə deyilmi? Və ed artırılmır. Ayrıca bir kök olaraq dəyişirlər bunlar burada. Bura qədər aydın olmayan bir yer var.
Yoxdur mən. Bu bir növ present simple-dakı o IUVZ ilə normal işlənir, he, she, it-dən SES işlənirdi var ya. Bu ona oxşuyur. Prosta burada normal forması ed ilə olan formasıdır. Düzdürmü? Yəni mən feilimi keçmiş zamana keçirtməliyəm ki, bilim ki bu cümlə keçmişdir də. Yoxsa eləncə olsa I play keçmiş olarmı, yoxsa indiki olarmı bilmərəm. Düzdürmü? I played indikidir. İndiki sadə zamanda. I played keçmiş zamandır. Mənə orada ed biraz işarə verir ki, bax ha, burada bu var. Ed var, bil ki bu keçmişdir. Bir də ekstradan bir dənə ayrıca bizim feillərimiz var. Onlar kökündən dəyişir. Bəs indi burada, okey, burada bir sıxıntı yoxdur. Bəs mənə burada indi mənim cümləmdə was-were var idi. Düzdürmü? Mənim cümləmdə burada was-were var idi. Sualımı onunla düzəldirdim. Bəs mənim burada indi təsdiqə əvvəlcə bir bax, sonra sual inkarımıza baxacağıq. Sadəcə bir sual atacağam indi ortalığa, cavabını sonra deyərsən. Mən burada was-were var idi. Köməkçi feilim var idi deyə sualımı inkarını was-were ilə düzəldirdim. Bəs burada mənim was-were yoxdur. Eyni şeydəki, yəni present simple-dakı kimi I go cümləsində əmizarım yoxdur axı mənim şeylə düzəldim, sualımı, inkarımı düzəltmək üçün, düzdürmü? Mən nə etmişdim? Do, does istifadə etmişim. Kənardan gətirmişdim köməkçi feil ki, cümləmi eləyə bilim, Bəli. sualı inkara çevirə bilim. Burada indi bizə nə lazım olacaq? Ona baxacağıq. Bunu indi mən əvvəlcə təsdiq formasını izah eləyim, sonra ona baxacağıq. Təsdiq forma. Burada təsdiq formada mənim yenə cümləm nə ilə başlayır? Subject-la. Həmişə. Cümləm nə ilə başlayır? Mübtəda ilə başlayır, elə deyilmi? Həmişə. Bütün Bəli. formalarda beləncidir. Amma bunun o bir şey yoxdur. Bu həmişə beləncidir. Bunu biraz böyüdüm sadəcə. Aha, cümləm subject-la başladı. Sonra nə gəlir? Bax, əlaqələndirməyə çalışıram. Present simple-da əsas feilli hissədə cümlə nə ilə başlayırdı? Mübtəda, sonra xəbər gəlirdi, düzdürmü? I go, Bəli. you come, she cries deyirdim. Burada eyni şeydir. Mübtəda var, sonra feil var. Amma feilin keçmiş forması var. Elə deyilmi? Ya qaydalı, ya qaydasız olan işlənəcək və object. Subject desək burada məsələn they. They qaydalı feil, məsələn, they played football. Onlar futbol oynadılar. Ya da she brought a cat. O pişik gətirdi. Və fikir verdisə burada, Musa. Burada şəxs ayrımcılığı yoxdur. Present simple-da var idi. IUVZ ilə normal feil işlənirdi. He, she, it-lə sonuna SES artırılmış feil işlənirdi. Təsdiqdə demişdik, düzdürmü? Burada elə bir şey yoxdur. Buradakı əsas feil bütün şəxslərlə işlənir. Yəni mən burada deyə bilmərəm, qaydalı feillər bu şəxslərlə işlənir. Qaydasız feillər bu şəxslərlə işlənir. Yox. Bütün buradakı, yəni əsas feil. Bax, was-were bölünüb. I, he, she, it ilə was işlənir. UVZ ilə şey